Hə, toyda olanda çıxıb çölə, onlar da çöldə, onu bilmirəm ki, nə üstə sporlaşıblar. Hə, qardaşımın biri kəlləsindən vurub, yıxılıb yerə. Hə, yıxılıb yerə, yapışıblar başından, qum var imiş. Götürüblər ağzaşıq, elə çırpıblar başına. Hə, o birisi də götürüb, daşı götürüb arxadan başına çırpanda əlindən alıblar. Heç kəs saraçılıq eləmir. Eləncə götürüb əlindən alıblar, o da yaman gündə. O da yaman gündə. Götürüb aparıblar Masalliyə, böyük xəstəxanəyə. Sabahsız günü axşam zəng elədi yoldaşı ki, beləcək qardaşı döyüblər, oğlanı da götür gəl. Mən də maşın tapa bilmədim, hamı toydaydı. Qaldı sabahsız günü xəstəxanəyə getdim. Gördüm, hə, yaman gündədir, göz yat şişib, üz-göz, gömgö, görmür. Dedim, çıxma, qal burada, həkim nəzarət altında. Həkim nəzarət altında dedim, qal, qoy malca getsin. Elə bil maşın yox. Bilmirəm. Qurdurmuşduq da. İnsanı oğraşı üstündə döyər. Kiminsə qızına, kendine sataşar, onun üstündə döyər. Vay danışma, yanında adam var. Olsun adam. Anam istenme anam. Olsun adam. Canı yoktur. Hə. Şey kabalı şey. Bunu desem pis oluyor ha. Arvadıdır. Yanında olub, arvadıdır, qızı tutuğa gediblər. Mən indi gəlmişəm, mənim indi xəbər. Yani kaçmasın.